mətnlərin üslubunu, yəni sözlərin biraz sağa doğru əyilməsini istəyiriksə, CSS-də font style xüsusiyyətindən istifadə olunur. Paraqraf etişdirmə, font style normal yazdığım zaman bu default olaraq normal şəklində gəlir. Ümumiyyətlə bütün etiketlərdə font style normal gəlir. Bunu mən yoruma alıram və baxdığım zaman paraqrafda font style normal şəklində gəlib. Ancaq bunun, yəni hərfləri sağa doğru əymək istəsəm, italik xüsusiyyətindən istifadə edirəm. Bu şəkildə yazdığım zaman hərflər sağa doğru əyilmiş olacaq. Və yaxud da ki, oblikdə yazdığım zaman bu şəkildə hərflər sağa doğru əyiləcək. Ancaq oblik yazdığım zaman, baxın burada yeniləyirəm. Font style italik formada gəlib. Bəs nəyə görə italik formada gəlib? Çünki italik dizayner tərəfindən hazırlanmış xüsusi kursiv versiyasıdır. Ancaq oblikdə isə sadəcə normal şriftin süni şəkildə sağa əyilməsidir. Yəni, hər bir font bu obligi dəstəkləyə də bilər, dəstəkləməyə də bilər. Dəstəkləmədiyi zaman Chrome, Firefox kimi brauzerlər bizə default olaraq italik verir. Əgər fontun həm italik, həm də oblik xüsusiyyətini olmasını istəyiriksə, o zaman bu xüsusiyyətlərə uyğun font ailəsinə müraciət etmək lazımdır. Yəni, Google Fonts'a gəlirəm. Burada Roboto Flex deyə bir font axtarıram. Bura tıklayıram. Və Get Font. Daha sonra Roboto Flex burada seçirəm. Yine Get Font, Get Embed Code. Burada bu linki kopyalayıb və gəlib ən üstə bunu yapışdırıram. Və daha sonra Font Family. Bunu kopyalayıram. Və bunu da buraya yapışdırıram. Baxın, bu şəkildə hərflərim sağa doğru əyildi. Mən bunu gəlib əlimlə 10 degree yazdığım zaman biraz sağa doğru əyilmiş olacaq. Və yaxud da ki 50 degree yazdığım zaman bu şəkildə sağa doğru əyilmiş olacaqdır. Yəni mən bunu artıq əlimlə, yəni oblik xüsusiyyətini verdiyim zaman əlimlə hər hansısa bir dərəcə yazaraq da bunu əyə bilərəm. Ancaq italikdə isə bu dərəcələri vermək olmur. Gəlib burada italik yazıram və misal buna 60 degree yazdığım zaman baxın bu italik bu xüsusiyyəti, yəni dərəcəni qəbul etməyəcək. Bu dərsimizdən də bu qədər. Gələn növbəti dərsimizdə görüşənə qədər hələlik.